Salam əziz izləyicilərim, hər vaxtınız xeyir olsun. Bugün sizə çox dadlı çörək resepti ilə tanış edəcəm. Süzdürülmüş qatıq suyunda möhtəşəm ev çörəyin asan və dadlı hazırlanmasını sizinlə bölüşəcəm. Əgər sizin üçün maraqlıdırsa, videomu sona qədər izləyib, bəyəni atıb abunə olmağı unutmayın. 2 litr qatığı torbaya töküb suyunu süzdürdüm. 800 qram su alındı. Suyu ocağın üzərində isidib, biraz isti hala gətirib, xəmir yoğurmağa başladım. Məndə 1 kiloqramdan biraz artıq olardı un var idi. Yəni 1 kiloqramdan hardasa 100 qram bu qədər artıq un var idi. Üzərinə bir dolu çay qaşığı quru maya əlavə etdim. 1 çay qaşığı şəkər tozu, 1 xörək qaşığı da duz əlavə edib, həmən ılıq su ilə başladım xəmir yoğurmağa. Xəmir tam yoğurulub qurtardıqdan sonra kənarda mən 50 qram otaq temperaturunda yağ saxlamışdım. O yağı da əlavə edib üzərinə xəmirin yenidən başladım yoğurmağa. Xəmir nə çox bərk olmadı, nə də çox boş olmadı. Bu cür xəmirim alınandan sonra üzərini örtüb 30 dəqiqə mayalanmağa qoydum. 30 dəqiqədən sonra xəmirimiz tam mayalanmışdı. 2 kündəyə ayırıb soba listlərinə yerləşdirdim. Soba listlərinə kündələri qoyduqdan sonra 10 dəqiqə yenə də listlərdə mayalanmağa qoydum. Mayalandıqdan sonra üzərinə yumurta sarısı çəkdim. Öz zövqümə görə naxış vurdum və üzərinə çörək otu səpib isti sobada 180 dərəcə bişməyə qoydum. Üzərinə yumurta sarısı çəkib, üzərinə çörək otu töküb, onu da bişməyə qoydum. Artıq çörəklərim bişmişdi, gözəl qoxusu var idi. Siz də bu cür hazırlasanız evdə ailəniz çox bəyənər. Allah hər kəsin çörəyini bol bərəkətli etsin. Allah bizləri çörəklə imtahan etməsin. Göz haqqınızı halal edin. Allaha əmanət olun. Hər birinizə öz təşəkkürümü bildirirəm.